Bir piçenya düşünün ki dadı ilə tortları belə kölgədə qoyur. Gördüyünüz bütün şirniyyatları Cookies and More adlı səhifədən sifariş etmişəm. İçində ən bəyəndiklərimdən püstəli idi. Xırçıldayan kənarı içində yumşaq püstə kremi. Piçenyanın özü də püstə ilə dolu idi. Sanki çox ləzzətli bir desert yeyirdiniz. Red Velvet'i də çox bəyəndim. Yumşaq teksturası və içində krem pendirlə həm şirin, həm də balanslı idi. Yenə də içində dəhşət bəyəndiklərimdən biri də Ferrero Rocher'li idi. Bu sadəcə cookie değildi, içindən bütöv bir Ferrero Rocher çıxırdı. Piçenyanın özü də fındıq dolu idi. Bunu mütləq sınamalısınız. Növbəti karamelli idi. Karameli və brownie-ni bəyənənlər üçün bu ideal bir desert olacaq. İlk dişləmdən bütün piçenyaların necə keyfiyyətli hazırlandığı bilinirdi. Növbəti sınadığım piçenya marshmallowlu idi. Qoxusunu çox bəyəndim. İçi də biraz saqqız kimi idi. Lotuslu piçenyaları bir əfsanədir. Ən bəyəndiklərim sırasında bu da var. Yəqin ki, reaksiyamdan da hiss edirsiniz. Nutella da piçenyalar arasında ən bəyəndiklərimdən biri idi və hər dişləmədə əriyən nutellanı hiss edə bilirdiniz. Bu arada bütün bu piçenyaları siz mikrodalğalı sobada da qızdırıb yeyə bilərsiniz. Düşünürəm elə daha ləzzətli olacaq. Son sınadığım peanut, yəni yer fıstığı ilə idi. Mən yer fıstığı əzməsinin fanatı deyiləm deyə ağız dadıma çox oturmadı, amma sevənlər çox bəyənəcək. Daha sonra bu səhifədən 3 ədəd cheesecake də sifariş etmişdim. Çiyələkli, Dubai şokoladlı və paxlavalı. Amma deyərdim ki, arasında ən bəyəndiyim paxlavalı oldu. Yerli paxlava ilə Avropa cheesecake-nin ideal vəhdəti idi. Buradan mütləq sifariş edin. Aşağıda səhifələrini də qeyd edəcəm.